Salam yoldaşlar, hər vaxtınız xeyir. Söz verdiyim kimi bu videoda Claude süni intellekti örnəyi üzərindən skilllər mövzusunu izah eləyəcəm və necə istifadə etmək lazımdır, necə yaratmaq mümkündür, ümumiyyətlə promptlarla arasındakı fərqlər nələrdir? Bunlar haqqında danışacağam. Keçək mövzumuza. Qısa bir təqdimat hazırlamışam ki, sözəl olan, yəni sözlü olan hissələri interfeys üzərindən deyil, birinci təqdimat üzərindən müzakirə edib, daha sonra Claude süni intellektinə keçid alaq. Belə bir problem yaranır. Ümumiyyətlə, biz keyfiyyətli prompt yazsaq belə, bir dəfə promptda keyfiyyətli şəkildə yazdıq, nəticəni aldıq, daha sonra yenidən eyni işi təkrarladığımız zaman həmin uzun promptu yenidən yazmaq lazımdır, yaxud da ki, həmin promptu hardasa yaddaşda saxlamaq lazımdır. Skill bu problemi tamamilə aradan qaldırır. Skilli müxtəlif şəkildə xitab eləyərəkdən izah etməyə çalışan insanlar var. Bunu bəzən əgər kimlər Matrix filmini izləyibsə, Matrix filmində belə bir səhnə var ki, Neo'ya müxtəlif bacarıqlar yükləyirlər. Döyüş bacarıqları və s. Bəzi insanlar bu cür əlaqələndirir. Mən bunu ötən videomda resept kimi bəhs etmişdim ki, yəni yemək hazırlamaq üçün bir resept var və həmin qaydalar toplusu resept olur. Resept əslində bir növ qaydalar toplusudur. Yəni bunu bu şəkildə yadda saxlaya bilərsiniz ki, skill bir bacarıqdır. Süni intellektdə siz bacarığı konkret parametrlərini verirsiniz və o tapşırığı həmin parametrlər əsasında həll edir. Bir örnəkdən daha bəhs edim. Məsələn, usta çağırırsınız, mətbəxi təmir elətdirəcəksiniz. Ustaya deyirsiniz ki, mətbəxi gözəl təmir et, yaxşı olsun, xoş görünsün. Və usta bunu öz zövqü əsasında onun üçün yaxşı anlayışı necədirsə o şəkildə təmir edir. Amma skill dediyimiz şey, əgər biz həmin ustaya konkret parametrlər versəydik ki, divarların rəngi bu cür olmalıdır, ölçüləri bu cür olmalıdır, rəflər bu şəkildə olmalıdır, rəflərin hansı istiqamətdə açılması və s. hamısını detallı şəkildə vermiş olsaydıq, buna bir növ skill deyə bilərdik. Çünki konkret parametrlər hamısı verilibdir. Yəni, yekun nəticə ustanın zövqünə əsasən deyil, bizim verdiyimiz parametrlərə əsaslanmalıdır. Skillləri də bu cür yadda saxlaya bilərsiniz. Biz süni intellektdə skill vasitəsilə hər hansı bir mövzunun necə işləməli olduğunu tamamilə ətraflı şəkildə ona verməyimizdir. Belə, davam edək. Burada da qeyri-adi bir şey yoxdur. Skill qovluq şəklində olur əsasən bu arada. .md faylı ilə md Markdown-un qısaltmasıdır. Markdown bir formatdır. Necə ki, TXT formatı var, XLS formatı var. Markdown da o formatlardan biridir. Skilllər Markdown formatında olan mətn şəklində olur. Qısaca olaraq desək, skillin 3 mərhələdən ibarət olur, 3 hissədən ibarət olur. Biri ad hissəsidir, hansı ki, skillin adını öncədən sistem təyin edir, yaxud da biz özümüz ad veririk. Təsvir hissəsidir. Təsvir hissəsi mütləq doldurulması vacibdir və doğru doldurulması vacibdir. Niyə? Çünki Claude süni intellekti biz ona hər hansı bir tapşırıq verdiyimiz zaman o skilllərin içində onların təsvir hissəsini oxuyaraqdan, nəzərə alaraqdan həmin skilli işə salmaq lazımdır, yoxsa yox. Buna görə də təsvir hissəsi doğru olmalıdır ki, Claude süni intellekti doğru skilli seçə bilsin bu təsviri oxuyaraqdan. Gövdə hissəsi isə tam ətraflı şəkildə skill necə işləməlidir, hansı qaydalara riayət etməlidir. Bunlar gövdə hissəsində, body hissəsində belə deyək, skillin içində yer almış olur. Skillləri Claude süni intellektində 3 cür hazırlamaq mümkündür. Birinci variant əl ilə skilli yazırıq, yəni ona ad veririk, daha sonra açıqlama yazırıq, daha sonra da onun gövdə hissəsini əl ilə məlumatları doldururuq. Əlbəttə ki, bu rahat bir üsul deyil, amma bu da mümkündür. Claude-un özü ilə yaratmaq. Claude ilə söhbət əsnasında skill yarada bilirik. Həmçinin də hazır skilllərimizi bura əlavə edə bilirik. Bu hazır skilllər harda olur? Ya GitHub-da kimlərsə paylaşır, tanıdığınız yaxud da məşhurlar paylaşır. Bəzən, məsələn, Claude Code-un qurucusu Karpatı və s. kimi insanlar skilllər paylaşırlar. Süni intellekt ilə mütəmadi işləyən insanlar öz skilllərini yaradıb paylaşa bilir. Həmçinin siz özünüz də öz skillinizi yaradıb onu dostunuzla paylaşa bilərsiniz, GitHub-a yükləyə bilərsiniz və s. GitHub nədir sualına gəlsək, düzdür, funksiyaları çoxdur GitHub-ın. Ən sadə versiyası ora saytlarımızın
kodunu yükləyə bilirik, skilllərimizi yükləyə bilirik, başqaları girib oradan onu yükləyə bilər, əgər açıq qaynaqlı şəkildə versək və s. Yəni kimə maraqlı olsa, biraz da GitHub araşdıra bilərsiniz. Çox faydalı bir platformadır. Bəzən çox faydalı proqramlar oradan yükləmək olur və s. Bunun üstündə çox dayanmayacağam. Skilllər 3 şəkildə qarşımıza çıxa bilər. Biri .md fayl olaraq skill, .md fayl olaraq. İkincisi zip olaraq. Adətən GitHub-dan yüklədiyimiz skilllər zip formatında olur. Və .skill formatında. .skill formatı əslində Antrop şirkətinin özünün çıxartdığı bir formatdır. .skill formatının zipdən heç bir fərqi yoxdur. Hətta kompüterinizə yüklədiyiniz zaman götürüb .skilli silib nöqtədən sonra zip yazsanız, həmin fayl yenidən zip formatına çevriləcək və kompüter tərəfindən dəstəklənəcəkdir zip formatı olaraq. Yəni zip ilə skill arasında, format arasında heç bir fərq yoxdur. MD isə markdown faylıdır. Keçirəm praktik hissəyə. Biraz da qarışıq görünə bilər. Praktik hissədə düşünürəm ki, tam aydın olacaqdır sizə. Deməli, daxil olaq. Deməli, skilllərə keçid almaq üçün ya buradakı bu üstəgəl düyməsinə klik edib, daha sonra skill hissəsinə keçid ala bilərik. Burada add skill bölməsinə klik etsək əgər, bizi Anthropic'in özünün skill kitabxanasına yönləndirəcək və burada adına görə axtarış edib, yaxud da birbaşa buradan oxuyaraq bəyəndiyimiz skilli özümüz əlavə edə bilərik. Skill kreator bu arada skill yaratmaq üçün olan bir skilldir, belə deyim. İndi bunu da örnəkdə istifadə edəcəyik, görəcəksiniz. İstəsəniz buradan klik edə bilirsiniz, söndürə bilirsiniz, silə bilirsiniz və yaxud da chat bölməsində test edə bilirsiniz həmin skilli. İndi geri qayıdıram, yenidən həmin yerə daxil olacağam. Buradan skillə yenidən klik edirəm. Manage skills bölməsinə daxil olduğum zaman skillər bölməsinə məni yönləndirir. Həmçinin də heç bir, yəni plusa klik etmədən birbaşa customize bölməsinə keçsəm, buradan da skillləri açılsın. Buradan da skillər bölməsinə keçid ala bilirəm. Burada mənim daha öncə olan skilllərimdir. Hansı skillər ki, mənim hesabımda aktivdir. Üzərinə klik etdiyim zaman daha ətraflı məlumat görünür ki, bu skillin içində nə var. Ümumiyyətlə, baxın, skillin adı deep research-dür. Bu skillin içində hansı fayllar var? Skill MD faylı var, reference var, schemas var, scripts, templates və s. İlk bəzi sözləri yanlış deyə bilərəm, dostlar, fikir verməyin buna. Belə, həmçində digər skilllərin içində də müəyyən fayllar ola bilər. Skill ola bilər ki, yəni bir neçə mərhələdən ibarət olsun, içində referans fayllarımız və digər fayllar ola bilər. Amma mütləq şəkildə içində skill MD faylı olmalıdır. Həmçində ola bilər ki, sadəcə skill MD faylından ibarət olsun, referans və s. kimi digər fayllar olmasın. Buradan həmin skilli yandırıb söndürə bilərik. Söndürdüyümüz zaman biz Claude-la söhbət etdiyimizdə həmin skill işə düşmə ehtimalı yoxdur, çünki sönülü olacaqdır. Yaxud da açıq saxlaya bilərik ki, bunu istifadə edə bilsin. Buradan yenə silə bilərik həmin skilli. Download düyməsi ilə kompüterimizə yükləyə bilərik. Yüklədikdən sonra başqa bir dostumuza fayl olaraq göndərə bilərik ki, o da həmin skilli öz kompüterinə yükləyib istifadə etsin. Skilllər müxtəlif məqsədlər üçün hazırlana bilər. Müxtəlif məqsədlər üçün skilllər var, həmçinin Anthropic tərəfindən hazırlanmış. Məsələn, Excel ilə işləmək üçün skill ola bilər, təqdimatlar hazırlamaq üçün skill ola bilər, maliyyə ilə bağlı skilllər ola bilər və s. Skilllər çoxdur və həmçində özünüz müxtəlif iş proseslərinizə uyğun skilllər hazırlaya bilərsiniz. Edit with Cloud dediyiniz zaman həmin skillin üzərində düzəlişlər edə bilirsiniz, yazaraq Cloud-a. Try in chat dediyimiz zaman da yenədən bizi yönləndirəcək Cloud-da həmin skillin istifadə edərəkdən birbaşa nəsə araşdırma istəyə bilərik. Məsələn, bu deep research skillidir. Bu skill dərin araşdırma üçün nəzərdə tutulubdur və içindəki faylda da həmçinin bu haqda məlumat var ki, bu skill necə işləməlidir, nə iş görməlidir. Deməli, gəlin customize bölməsinə keçid alaq. Skilllər. Belə, burada reference var. Hətta gəlin MD faylının içində baxaq. Burada necə araşdırmalıdır, onun ətrafı haqqında məlumatlar var, plan və s. Gedişat necə olmalıdır, ətraflı bir skilldir. Bunu mən hazırlamamışam bu arada. Bu Anthropic'in səhv etmirəmsə öz skilllərindən idi. Özüm üçün əlavə etdim, istifadə etdim. Yararlı idi.
Deməli, dedik ki, 3 cür skill yaratmaq mümkündür. Dedik ki, 3 cür skill yaratmaq mümkündür. Bunun üçün burada üstəgəl düyməsinə klik edib ya create skill deyə bilərik. Create skill dediyimiz zaman 3 cür bizə skill yaratmaq üçün funksiya verir. Biri Claude ilə söhbət əsnasında yaratmaq, digəri əl ilə manual şəkildə yazmaq və bir digər üsul isə hazır skilli bura yükləyə bilərik. Browse skill dediyimiz zaman isə bizə Claude-un özünün təqdim etdiyi skilllərə yönləndirəcəkdir. Məsələn, gəlin söhbət əsnasında bir skill yaradaq. Birbaşa keçdik. Təqdimat hazırlamaq üçün bir skill yarat dedik. Baxın, skill creator skilli özü birbaşa işə düşür. Çünki Claude özü skill yaratmaq üçün skill creatordan istifadə edir. Bu, onların özünün skillləridir. Həmçinin də başqa skilllər də eyni şəkildə. Əgər sistem görürsə ki, bu tapşırığı icra etmək üçün bu skillə müraciət etmək olar, açıqlama hissəsi ona görə önəmlidir. Açıqlama hissəsini oxuyur və həmin skilli özü avtomatik işə salır. İstifadə oluna bilən bir skill qurmaq üçün bir neçə şeyi dəqiqləşdirmək istəyirəm. Cavabınıza əsasən skill sizin iş axınıza uyğunlaşdıracağım deyil. Tutalım ki, HTML formatında istəyirəm. Digərlərini biznes üçün dedim. Minimal və peşəkar dedim. Belə və həmin bu parametrləri istifadə edərəkdən sistem skill hazırlayacaqdır. Belə artıq skillimiz hazırdır. Özü Claude skilli hazırladı. Gördüyünüz kimi burada skillin içində yer alan fayllar var, struktur var, markdown faylı var. Bizə markdown faylını bu cür tam mətn kimi göstərir, amma əslində süni intellekt bunu bu şəkildə strukturlaşdırılmış bir formatda görür. Yəni biz hər bu skilli işə saldığımız zaman bu skill buradan bu formatda oxuyub işə düşəcəkdir. Belə, indi gəlin skillimizi yadda saxlayaq. Save skill düyməsinə klik edirəm. Gördüyünüz kimi artıq yaddaşda saxlanıldı. Və mən keçsəm skill bölməsində baxsam, həmin skill artıq orada yer almış olacaq. Baxın, daxil oldum skillə və görürsünüz, biznes təqdimat ustası. Həmin skill buradadır. İstəsəm bunu try and chat edib, girib birbaşa chatda istifadə edə bilərəm. Yaxud da yeni pəncərədə bir chat yaratsam və buradan təqdimat hazırla desəm, birbaşa həmin skill işə düşəcəkdir. Gəlin, yoxlayaq. Baxın, promptumuzu yazdıq. Birbaşa həmin təqdimat hazırlamaq üçün olan skilli sistem işə saldı. İndi hazırlamasını gözləməyəcəm. Sadəcə test etmək üçün göstərdim ki, skill avtomatik şəkildə işə düşür. İndi isə keçək hazır skilllərin Claude-a yüklənməsinə. Bunun üçün üstəgəl düyməsinə klik edib create skill və upload skill etməliyik. Həmin skill faylını bura yükləməliyik. Amma öncə həmin skill bizim kompüterimizdə olmalıdır. Bunun üçün örnək olaraq hər hansı bir skilli, karusel mətni ustası skillini məsələn kompüterimə yükləyəcəm və daha sonra yenidən Claude-a əlavə edəcəm. Bu o deməkdir ki, başqa insanlar da həmçinin eyni şəkildə skilli buradan kompüterinə yükləyib, GitHub-da paylaşa bilir, yaxud da öz dostlarına və s. göndərə bilirlər. Məsələn, klik etdim, download dedim və fayl kompüterimə yükləndi. Gördüyünüz kimi axırında .skill var. Belə, yenidən qayıtsam əgər customize, skilllər bölməsinə keçdim. Klik edirəm, create skill, upload skill deyirəm və az əvvəl yüklədiyim faylı seçib bura yükləyəcəm. Gördüyünüz kimi sistem tanıdı birbaşa, upload and replace deyir. Gördüyünüz kimi o skilli yenidən mənim kompüterimə yüklədi. Digər üsul hansı ki, birbaşa hazır yazmalıydıq. Klik edirik, skillimizə ad veririk, açıqlama yazırıq və burada instruction bölməsinə isə skillin necə işləməli olduğunu yazırıq. Daha əvvəl mən bir sayt paylaşmışdım Instagram üzərindən. Skill.fish saytı idi. Bu saytda müxtəlif skillər olur. Skill kitabxanası saytıdır. Ana səhifəsini sizə göstərim.
Sayt bu şəkildədir. Daxil olduğunuz zaman aşağıda ya skillin mövzusunu yazırsınız, sistem axtarış edib həmin skillləri göstərir, yaxud da buradan adlarına baxaraqdan özünüz axtarış edə bilərsiniz. Məsələn, mən prompt yazıb bir skill tapmağa çalışacağam. Prompt yazamadım. Promptlarla əlaqəli skill yükləyib sizə göstərəcəm ki, bunu da buradan götürüb necə istifadə edə bilərsiniz. Məsələn, prompt engineer skilli var burada. Buradan, əgər Claude Code istifadə edən varsa aranızda, bu formatda da yükləyə bilərsiniz birbaşa komanda üzərindən. Claude Code o mövzuya girib başınızı qarışdırmaq istəmirəm. Claude Code Claude süni intellektinin, Anthropic süni intellektinin kod yazmaq üçün olan agent sistemidir. Əgər kimlərsə istifadə edirsə, buradan komandanı birbaşa kopyalayıb istifadə edə bilər. Biz buradakı sadə üsulla gedəcəyik. Adını kopyaladıq. Əgər eyni adda olmağını istəyiriksə, buradan gəlib adını əlavə edirik. Daha sonra açıqlama bölməsini götürüb əlavə edə bilərik. Və həmçinin də burada dokumentasiya hissəsini ümumilikdə kopyalasaq, hamısını aparıb orada yerləşdirsək, həmin skill eyni şəkildə də bizdə də artıq işləyəcək. Örnək olaraq bura qədər götürdüm, əlavə elədim və create dediyim zaman skill artıq məndə də yaranmış olacaqdır. Daha sonra söhbətlərimin içində istəsəm birbaşa həmin skilli seçib istifadə edə bilərəm. Buradan skill bölməsindən gəlib axırıncı prompt engineering birbaşa istifadə edə bilərəm, yaxud da ki, mən hər hansı bir tapşırıq verəndə həmin tapşırığı həll etmək üçün həmin skill işə düşərsə, daha yaxşı olacaqsa, sistem avtomatik şəkildə həmin skilli tapıb işə salar. Məsələn, mən prompt yazın desəm hər hansı bir mövzuda, bu həmin skilli işə salacaqdır. Belə. Əlavə suallarınız olarsa bildirərsiniz, onun üzərindən video çəkərək sizə izah etməyə çalışacağam. Təşəkkür edirəm diqqətiniz üçün, çox sağ olun.